Operativ yaddaş sürəti 8500 MHz təşkil edən 1400 manatlıq notebook Asus VivoBook S14 OLED modeli. Hazırda GameNote mağazasında satılır və həmçinin bu qiymətə Windows 11 Pro əməliyyat sistemi də daxildir. Sistemin əsasında Intel Ultra 5 226V prosesoru quraşdırılıb 8 nüvə və 8 axına sahibdir və indi hal-hazırda ikinci nəsil Ultra 5 bundan öncə təqdim olunan birinci nəsil Ultra 7 prosesorlarından daha güclüdür. Operativ yaddaş burada 16 GB təşkil edir, sürəti isə dediyimiz kimi 8500 MHz-dir, LPDDR5X standartında sadəcə təsəvvür eləyin. Videokart Intel Arc quraşdırılıb və donmadan məsələn Counter-Strike 2 kimi oyunları rahatlıqla oynaya biləcəksiniz. Amma qeyd edək ki, bu notebook daha çox ofis işləri üçün nəzərdə tutulub və ya hər hansı kontenti izləmək üçün. Məhz ona görə də burada 14 düymlük geniş Full HD OLED ekran quraşdırılıb, görüntü keyfiyyətini də indi ekranda görə bilərsiniz. Ondan əlavə əsas yaddaş burada 512 GB NVMe SSD-dir. Belə. Bir sözlə desək, ofis işləri üçün balaca, yüngül və ideal bir notebook. Bəs siz bu haqda nə fikirləşirsiniz?